Salam izləyicilər. Bu video 2026-cı ilin aprelin 1-də çəkirəm. Çünki dünənlərin martın 31-də zəng elədim su işçilərinə, dedim ki, mənim yerimin başına torba atmasam, yerimi sarmağa imkan olsun. Çünki sahə qonşularım mənə su vermirlər. Bu yerdən başqa yerim var, 4 hektar nağada, orada faktiki mənə su verilmir torbalarından. Amma ziyan vururlar. Götürüblər yerimi yoxarıblar və yaxud da yerimə su bıraxır. Təzə yonca əkilmişdim, təzə yoncanı suarma olmaz. Təzə yoncaya su bıraxdılar. Amma bir tədbir görülmədi. Amma 7 iləcən yonca biçir. Bir dəfə ki 7 iləcən biçir. Mən isə 2 iləcən yonca biçə bilmədim heç. Çünki yonca yandı yerində ot çıxdı. Ona görə biraz yoncanın da tumu baha olur, 5 manat olur kilosu. Ona görə şu manatları tezdən əkə bilməm. Çünki görürəm ki, ziyan vururlar da, ziyanımı ödətirən də yoxdur kəndimiz. Onda talep edirdim ki, mənim yerimə ziyan vurur da. Bu adam mənim yerimə ziyan vurur. Bir tədbir görmədi. Təzə yoncama su bıraxdı, deyil olmaz. Ondan sonra onun köməkçisi var idi. Hilal, həmin o çıxdı talebi satdılar, Hilal işlədi. Həm yazı işinə baxır Hilal, həm də ki, kənser dilirdi. Kənser idi. Hilalın da qudası mənim yerim otaranın bacanağıdır, bacanağın qardaşıdır, qohumdular. Bilmirəm, ona görə akt yazmır, necə şeydir. Deyirəm ki, yerimə akt yazın ki, ziyanını ödətdirsinlər, ödənsin. Yazmır. Deyir, yola ver. Mən yola versəm, dükançılar mənə pulsuz yeməyə ərzaq verərmi? Ay millət. Heç yerdə işləmirəm, aylıq gəlirim yoxdur. İşsiz zonadır bizim zonamız. Kətdən kətçini yerləndirən insanlar var bizim zonada. Özünüz görürsünüz. Bura mən torba atmağa imkan vermirlər. Su işçiləri. Yox, günkü gündür, mənə imkan vermirlər. Çünki aprelin 1-i üçün mən burada torba atacaqdım. Mübarədir ki, torba atarsın sabah. Yəni, bugün üçün, 31-i üçün, ayın 1-i üçün. 31-də danışmışam. Gəlirəm görəm su, üstünə su artırılıb. Ya da məndən imkanlı olduğuna görə o kimsə yerin su arır, ona görə su bıraxırlar, hündürləşdirlər, çoxaltırlar ki, o adam yerin su alsın. Onlar pulun satıb pulun xeyrin görürlər, su satıb xeyrin görürlər, mənə isə ziyan deyir. Mənə torba atmağa imkan verilmir. Ona görə də mənim yerimə su qaçmışdır. Çünki aşağı idi deyər su, mən də qazdım, sazım aşağı ki, torba atanda rahat, tez bir zamanda qazım qalan yerdə atım torbanı, su aşağı olduğuna. İndi isə görürsünüz ki, su qalxıb, alçasa üstünə 30 santimetrdən su gəlib. Ona görə də imkan vermir. Bu videonu oraya çəkirəm ki, xahiş edirəm. Görəm, bəyənsin, təkrar paylaşsın ki, bəlkə də işini icra eləyə bilən, düzgün işini icra eləyən adiyyəti qurumu görə, bəlkə köməkli bilər. Kəsdən kəsini yiyələndirənlər burada. Yuxarıdakılar da ki, bəzi yerlərin işçiləri. Kətçilər gitsin, kətdə qalsın. Kəndin adamı şəhərə qaçmasın. Buna görə mən məcburam. Mən də nə vaxtsa qaçam. Çünki daha imkan vermirlər də su yeri düzələm.